İsraildə ildə bir dəfə belə bir festival qeyd olunur. Görürsüz, yolu bağlayırlar bir tərəfini. Yolda belə görüntülər olur. Əsasən də uşaqlar üçün bunu qeyd edirlər. Yay ayında həftəyə 2 dəfə düşür. Yolun qırağında yemək yeri açırlar hərə. Kimlərsə nələrsə satır. Görürsüz, dəyişik nələrsə çıxır qabağımıza. Qeyd edirlər, maraqlı. Karnaval kimi, festival kimi maraqlıdır. Konsert verilir, oxuyurlar, əylənirlər, gəzirlər, yeyirlər. Görürsüz görüntülərdə də. Belə dedim, çəkim, sizdən də paylaşım, görəsiz. Fikirlərinizi bildirin, videonu bəyənin və məni izləməyi unutmayın, davam edin. Görürsüz görüntülərdə maraqlı nələrsə.